Hörmətli həmkarlar, hörmətli dinləyicilər, biz növbəti video süjeti sizə təqdim etmək niyyətindəyik. Bugünkü mövzumuz əvvəlki həmkarlarımızın həsr etdiyi mövzuya aiddir, yəni auditorların peşə etikası məcəlləsi. Və bu məcəllə olduqca böyük həzmli bir materialdır və həyati əhəmiyyətə malikdir. Nəyə görə? Həm peşəkar mühasiblərin və eyni zamanda auditorların peşə fəaliyyətlərini tənzimləyən qanunvericilik və standartdırsa da, peşə davranışlarını tənzimləyən məhz bu etika məcəlləsidir. Etika məcəlləsinin ən böyük üstünlüklərindən biri odur ki, o qabaqlayıcı tədbirləri müəyyənləşdirir. Yəni, öncədən çatdırır hansı təhlükələr var, hansı təhdidlər var və nələr yaradır. Digəri isə bizim mövzumuza sırf aid olan, deməli, maliyyə hesabatlarının auditi və əlaqəli auditor xidmətlərinin göstərilməsi zamanı, deməli, materialların, məlumatların toplanması, onların emalı və nəticə etibarilə də auditorun hesabatında cəmlənməsidir. Mən çox xahiş eləmək istəyərdim ki, həmkarımız Abbaslı Namiq təhdidlər barəsində, yəni təhlükələr, hansı ki risklərə səbəb olur, o barədə bizə məlumat versin. Buyurun, Namiq müəllim. Çox sağ olun, Nəcəf müəllim. Bu 2023-cü il nəşri Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tərcümə və redaktə olunub və bizə auditorların istifadəsinə verilir. Mən də ilk öncə fürsətdən istifadə edib həmin nəşrin Azərbaycan dilində yüksək səviyyədə dərc olunub auditorların istifadəsinə verilməsinə görə Auditorlar Palatasına auditorlar adından təşəkkürümüzü bildiririk. Sizin qeyd elədiyiniz kimi bu nəşrdə müstəqillik, peşəkar etika məcəlləsi müstəqillik standartları ilə birlikdə təqdim olunur və müstəqillik bu anlayışı, müstəqilliklə bağlı xüsusi bölmələr var. Yəni, auditorun fəaliyyətində ən önəmli məsələlərdən bəlkə də birincisi onun müstəqilliyidir. Ona görə də öz işində auditorlar müstəqilliklə bağlı təhlükələri mütləq şəkildə nəzərə almalıdırlar. Etika məcəlləsində əsasən 5 qrupa bölünür bu müstəqilliklə bağlı təhlükələr. Şəxsi maraq təhlükəsi, əgər sifarişçinin və auditorun qarşılıqlı olaraq maliyyə maraqları varsa, təbii ki, bu auditorun müstəqilliyinə təsir edə bilər. İkincisi, özünü yoxlama təhlükəsi. Auditor ola bilər həmin sifarişçi müəssisədə daha əvvəl hansısa layihələrdə iştirak edib, maliyyə sisteminin, mühasibat sotunun qurulmasında və yaxud da aparılmasında iştirak edib. Təbii ki, onun həmin müəssisədə maliyyə hesabatlarının auditini aparması onun müstəqilliyinə bir təhlükədir və bu halda o müstəqilliyin qorunması üçün öz tədbirlərini görməlidir. Növbəti təhlükə kimi himayəçilik təhlükəsini qeyd edə bilərəm. Yəni, auditorun audit apardığı müəssisənin maraqlarından çıxış etməsi. Yəni, bu halda incə bir sərhəd var. Yəni, auditor artıq orada tərəf kimi çıxış etməyə başlayırsa, yəni hər hansı bir məhkəmə çəkişməsində, vergi mübahisəsində və ya başqa bir işdə müəssisənin maraqlarını müdafiə edən bir tərəf kimi çıxış edirsə, artıq o müstəqil auditor yox, tərəfdir. Və bu halda yenə də o müstəqilliyin qorumaq üçün öz tədbirlərini görməlidir. Yaxınlıq təhdidi təhlükəsi daha çox uzun müddət bir müştəriyə xidmət göstərən zaman yaranma ehtimalı var. Uzun müddət münasibətlər, əməkdaşlıq nəticəsində auditorda müəyyən qədər peşəkar inamsızlıq prinsipinə riayət etməmə, qərəzsizlik prinsipini qorumama kimi hallar yarana bilər. Və təbii ki, bu təhlükəni də aradan qaldırmaq yolları barədə məcəllədə kifayət qədər həm misallarla, həm praktik izahlarla verilmişdir. Və növbəti sonuncu
təhlükə, hədə-qorxu və təzyiq təhdididir. Bu da adətən müəssisə rəhbərliyi tərəfindən auditora olan təzyiqlərdir. Yəni, onlar auditor rəyinin daha onlara uyğun olmasını tələb edə bilərlər və bu tələb nəticəsində hətta auditorla əməkdaşlığı dayandıracaqları kimi belə bir hədələr ola bilər. Və təbii ki, bütün bu halda da auditor ilk növbədə həmin təzyiq hallarını sənədləşdirməlidir və müstəqilliyin qorunması üçün məcəllədə nəzərdə tutulan tədbirlərini görməlidir. Təhlükələr barədə bu qədər. Çox sağ olun Namiq müəllim. Namiq müəllim çox lakanik təqdim elədi. Ümumiyyətlə, mən yeganə əlavə eləmək istədiyim bir şey var ki, təqdim olunan peşə etikası məzəlləsi bu, düzdür, 23-cü il versiyasıdır. Lakin bu 24-cü ilin 15 dekabrından qüvvəyə minibdir. Və onu da unutmayaq ki, kimsə fikir yarana bilər ki, bu bəs 24-cü il versiyası olsaydı yaxşı idi. 24-cü il versiyası da biz Beynəlxalq Matbuat Federasiyasından çap və tərcümə nəşr üçün hüquq alandan 4 ay sonra çıxıbdır. Yəni, biz aprel ayında hüquq almışıq 23-cü il nəşrinə, 24-cü ilin sentyabr ayında isə 24-cü ilin özünün versiyası çıxır. Cəmi 3 səhifə redaktör xarakterli dəyişikliklər var. Bu qədər deməli məzəllər haqqında və əsas mövzumuz bizim məlumatların toplanmasıdır. Məlumatların toplanmasının əhəmiyyəti olduqca yüksəkdir. Çünki auditorun müəssisənin maliyyə vəziyyəti haqqındakı təsəvvürləri cəmlənən hesabat, yəni formalaşdırılan rəy, həmin toplanan məlumatların üzərində qurulur. Bu məlumatlar nə qədər dəqiq olsa, nə qədər düzgün olsa, təbiidir ki, o qədər də əminlik yüksək olar. Bu, həm özüm dediyim ki, maliyyə hesabatlarının auditində göstərir, həm əlaqəli xidmətlərdə və bütövlükdə isə maliyyə hesabatlarının auditində bu müəyyən qədər dar çərçivədə olur. Nəyə görə? Maliyyə hesabatlarının auditi bir fəaliyyət növüdür, konkret. Müəssisənin maliyyə əməliyyatlarının, maliyyə hesabatlarının auditi. Əlaqəli xidmətlər isə olduqca genişdir, çünki burada 40-dan artıq elmi ədəbiyyatda bunun adı çəkilir. Bu dəqiqə daha çoxdur. Son 1 ildə, 2 ildə mən deyim ki, digər audit növləri də yeni dövrün çağırışları ilə əlaqədar tətbiq olunmağa başlayıbdır və onlar da yeri gələndə əlaqəli xidmət kimi təsbit olunur. Və hər ikisində məlumatların toplanması, yəni deyim ki, ön planda durur. Məlumat dəqiq olmalıdır. Məlumatların ilkin, ən etibarlı mənbəyi müəssisənin maliyyə uçot sistemində olan məlumatlardır. Yəni, ilkin sənədlər, reyestrlər, ondan sonra digər qurumlarla yazışmalar, indi müasir texnologiyalar dövründə yüksək texnologiyaların tətbiqi zamanı sizə məlum olduğu kimi internet banking, bank hesabı ilə, internet vasitəsilə banklarda əməliyyatların aparılması, transaksiyaların keçirilməsi, bundan sonra post terminallardan istifadə, digər ödəniş vasitələrindən istifadə, bunların hamısı auditora deməli mülahizə formalaşdırmaq üçün mənbə verir. Və ikinci tərəfdən bu nəyə görə vacibdir? Ona görə vacibdir ki, auditorun gəldiyi rəy sabahsı gün iqtisadi qərar qəbul etmək üçün audit sifarişlərinə, müəssisələrin, təsərrüfat subyektləri üçün də bir baza rolunu oynayır. Məlumatlar təbii təsdiq olunmuş olmalıdır. Bunlar tam olmalıdır. Məlumatlar birbaşa auditor tərəfindən yüksək etibarlılıq dərəcəsinə malik mənbələrdən götürülməlidir. Məsəl üçün, bank. Təbii, ola bilər ki, müəssisə, hər hansı bir müəssisə götürsün, bank çıxarışını çap olunmuş şəkildə hətta imzalı da verə bilər. Lakin onu da deyim ki, təbiidir ki, əgər şirkətin məsul şəxsi auditordan işləyirsə, onu birbaşa girib həmin onlayn deməli formada özü də görə bilər. Yəni, bu da özü də bir əminlikdir.
Keçmiş dövrlərdə olan digər, belə deyim də, hallar bu müasir dövrdəki uçot və hesabat formalarında aradan qalxsa da, yəni bir kağız üzərində olan bir daşıyıcının, kağız daşıyıcısında olan məlumatın saxtalaşdırılması, nə bilim, başqa bir formalarda yanlış məlumatların təqdim olunması, bu artıq geridə qalıbsa, ancaq öz-özlüyündə bu dəqiqə yüksək texnologiyaları özü ayrı cür təhlükələr yaradır. Yəni, qeyri-qanuni, sanksiyasız müdaxilələr, müəssisənin əvəzindən, məsələn, o açarları, kodları əldə etməklə etibar etmək zəminində kimlərinsə nəsə başqa bir əməllər törətməsi bu praktikada çox rast gəlir və bir məsələ də var ki, bu dəqiqə etibar edərək asan imzanı, elektron imzanı kiməsə həvalə edilirsə, həmin rəhbər demək olar praktik olaraq bir sıra proseslərdə iştirak edə bilmir. Və bunun da nəticələri çox acınacaqlı ola bilər. Ona görə də biz deyirik, birinci məlumatların əldə edilməsi özü etibarlı mənbələrdən olmalıdır. İkincisi, həmin sanksiyalaşdırılmış bu həmin məlumatlar, ümumiyyətlə əməliyyatların özü barəsində rəhbərliyin tam məlumatı olmalıdır. Rəhbərliyə deyilə bilər ki, bu əməliyyatları aparmışıq, cəm formasında, icmal formasında və yaxud da ki, hər hansı bir kəmnadaşmanı örtmək üçün burada müxtəlif vasitələrdən istifadə oluna bilər, təhriflərdən istifadə oluna bilər. Lakin auditorun da yanımızda saxlayaq ki, 240-cı standartı var, dərabızlıqla bağlı və 250-ci standart var, qayda və qanunlara əməl etməklə bağlı. Standartların da tələbləri həmin bu materialların toplanmasını, məlumatların əldə edilməsini birbaşa özündə əhatə edir. Ən nəhayət, mən bir sözlə demək istəyərdim. Onu demək istəyərdim ki, bəli, biz auditorlardan və mühasiblərdən etik tələblərə əməl etməyi biz ötəri kimi üzərimizə götürürük, üzərimizə qoyuruq. Mən onu da demək istəyərdim ki, eyni ilə də sahibkarlarda da öz etik normaları var. Mən inanıram sahibkarlarımızda böyük əksəriyyəti demək olar ki, öz etik normalarına əməl edirlər, lakin onların da öz sahələrində etik tələblərə əməl etməsi, xüsusən ödənişlərin vaxtında edilməsi, şəraitin yaradılması, təhdid yaradan şərtlərin irəli sürülməməsi və s. Bunlar da dediyim kimi sahibkarların peşə etikası daxildir və biz də onlardan bu tələblərə əməl etməsini arzulayırıq və gözləyirik.